gözəl tədbirdə iştirak etdiyim üçün hörmətli şairimiz Səadət Qutuya minnətdarlığımı bildirirəm. Səadət Qutuya gördüyü işlər həmişə təqdirə layiq olur. Bugünkü işdə çox gözəldir. Çünki sazın, sözün butası təşkilatını yaratmaqla bugün Səadət Qutuya Azərbaycan və Gürcü xalqları arasında bu mehribançılığın, dostluğun daha da yüksək xətlə inkişafına təkan verir. Bugün anım gününə yığışdığımız Mikhail Cafaxaşvili Gürcüstanın, Gürcülərin böyük şair yazıcısıdır və onun yazdığı romanlar, hekayələr bugün günümüzün aktuallığıdır. Həm siyasi xadimlər tərəfindən, həm ədəbi mühit tərəfindən Gürcüstan və Azərbaycan dostluğu həmişə yüksək səviyyədə olubdur. Hətta deməli, keçən əsrdən belə Ulu Öndərimiz Heydər Əliyevlə Eduard Şevardnadze arası olan dostluq buna bir fariz nümunədir. Bugün də hörmətli prezidentimiz Ulu Öndərimizin layiqli davamçısı İlham Əliyev tərəfindən və Mikhail Karanaşvili tərəfindən o dostluq davam etdirilir. Təsəvvürlə indi bugün senatorluğun adı çəkildi. Senatorluğun Gürcüstana dəvət olunanda soruşurlar ki, nə hazırlıq görək? Senatorluğun deyir ki, göy otun üstə kəsin quzunu, kavab sulanmamış səpin duzunu, Kagor çaxarından kar boyuncunda siz bir hala gətirin məni, doldurub bir hala gətirin məni. Yəni bu dostluq həmişə davam edibdir. Mikhail Cafaxaşvilinin romanlarında, Qadın Yük romanında, Ağ Yaxalıq romanında, sonra Günahsız Abdullah adlı hekayəsində, Ləmbəli və Qaşa hekayəsində Azərbaycanlılarla Gürcülər arasında olan dostluq tərənnüm olunurdur. Təsəvvür edin ki, deməli, Mikhail Cafaxaşvilinin atası Sabah Mikhail Cafaxaşvili dünyaya gələndə Sadaqlı kəndində olub və dostu Abdullah ilə oradan atlarını 4 nala çaparaq kəndə qayıdıblar, Serakvi kəndinə və bütün yol boyu Abdullah Türk mahnıları oxuyubdur, Türk bayatılarını səsləndiribdir və Abdullah'ın da demək olar ki, bütün həyatı elə Mikhail Cafaxaşvilinin uşaqlığıyla bağlıdır. Ona Türk mahnılarını, Türk bayatılarını, Türk dilində danışmağı öyrənirdi. Ona görə də o sevgi, o məhəbbət bu hörmətli dahi yazıcıda elə uşaqlıq illərindən gəlir və əsərlərində də, romanlarında da bu öz əksini tapırdı. Ruhu şad olsun, torpağın nurla olsun, yeri cənnət olsun. Biz Qutuya xanıma da öz təşəkkürümüzü bildiririk ki, bu dostluğu, bu mehribançılığı özünün yaratdığı Sazın Sözün Butası təşkilatının əməllərinlə, sözdə yox, sözün hər gün arasında belə görüşlər keçirməklə, tədbirlərlə davam etdirir. Təşəkkür edirəm. Sağ olun.